Salam uşaqlar. OTK 2024 9-cu sinif sınaq 5. Başladıq. 5-ci sual. Mən dünən iclasa gecikdiyim üçün üzr istəyirəm. Bu tamamilə mənim səhvim idi. Mən sizin əməkdaşlığınızı dəyərləndirirəm. Value dəyərləndirmək, cooperation əməkdaşlıq. Və ümid edirəm ki, bu bir daha baş verməz. Zəhmət olmasa mənə məlumat verin. Nə zaman vaxtı dəyişə bilərsiniz. Ada deyir ki, Julia, yazan adı Julia'dır. Kimə məktub yazılıb adı başda olur, məktubu kim yazıb adı aşağıda olur. Ada deyir ki, Julia iclasa qoşulmadığı üçün üzr istədi. Elə budur da A variantı. 6-cı sual. Əziz Mr. Smith, cənab Smith, təşəkkür edirəm ki, son layihədə çox çalışdınız, hard work, çox çalışdınız. Your dedication, sizin həsr etməyiniz və diqqətiniz bu detallara böyük bir əhəmiyyətli effekt yaratdı. Significant, əhəmiyyətli. Mən həqiqətən də dəyərləndirirəm sizin cəhdlərinizi və səbirsizliklə gözləyirəm bizim əməkdaşlığımızı. Yeri gəlmişkən deyim ki, buradakı appreciate və buradakı value sözləri sinonimdirlər. Birdən düşər bilərsiniz. Hansı variant doğrudur? Ada deyir ki, cənab Brown istəyir ki, bu proyekti yalnız davam etdirsin. Alone, xeyr, əməkdaşlıq istəyir. B-də deyir ki, cənab Brown, cənab Smithə öz güclü, möhkəm işinə görə təşəkkür edir. Bəli, təşəkkür edir. B variantı doğrudur. 7-ci sual. Əziz John, təşəkkür edirəm düşüncəli və xüsusi hədiyyəyə görə. Thoughtful, düşüncəli. O mənim ad günümdə gəldi. Yəni gəlib çatdı mənə. Mən sənin nəzakətinə görə minnətdaram və şanslıyam ki, sənin kimi dostum var. Görüşməyimizi tezliklə səbirsizliklə gözləyirəm. Ada deyir ki, Suzan öz ad günü partisini qeyd etmək istəyir. Yox. B-də deyir ki, John Suzanın ad günü partisində iştirak elədi. Xeyr. C-də deyir ki, Suzan John'un ad günü hədiyyəsinə görə təşəkkür edir. Bəli. Mətni oxuyuruq. Biz çirklənmiş ətraf mühitdə yaşayırıq. Bizim sağlam ətraf mühitə ehtiyacımız var ki, sağ qalaq. Orderin ayrıca mənası əmr etmək, sifariş etməkdir. Amma in order to ona görə ki, çünki sağ qalaq. Bizim ehtiyacımız var təbiəti qoruyaq, sağlamlıq problemlərinin qarşısını alaq, prevent qarşısını almaq və preserve qorumaq. Yer kürəsini qoruyaq övladlarımız üçün. Çirklənmə fabriklərdən və maşınlardan gəlir, böyük nəhəng dərəcədə ziyan vurur atmosferə. Damage, ziyan, huge nəhəng, cause səbəb olur yəni. O havanı çirkləndirir, bu havadan nəfəs almaq xəstəliklərə səbəb olur. Disease, xəstəlik, illness sözü ilə sinonimdir. Bizim çirklənmənin miqdarını nəzarətdə saxlamağa ehtiyacımız var. Bitkilərin həyatı, heyvanların həyatı və insanların həyatı bir-birindən asılıdır. Depend on, asılı olmaq. Tiklənmiş ətraf mühit bizim ekosistemimizi zədələyir. Disturbs, narahat edir, zədələyir. Məsələn, tiklənmə səbəb olur ki, bitkilər ölsünlər. Bitkilər öləndə də, yəni məhv olanda da heyvanlar da məhv olur. İnsanlar bu heyvanları istifadə edirlərsə, qida mənbəyi kimi burada da böyük bir problem olur. Böyük problemlərdən qaçmaq üçün avoid, uzaqlaşmaq, qaçmaq. Fabriklər mümkün qədər az tiklənmə etməlidirlər. Əgər biz ətraf mühiti qorumasaq, daha pis olacaq. Daha pis olmağa davam edəcək. Hava və su daha çirkli olacaq, təbii resurslar kifayət qədər olmayacaq. Qısası, çirkli hava və qeyri-sağlam ekosistem pis gələcək deməkdir bizim nəslimiz üçün. Generation, nəsil. Buna görə də biz ətraf mühiti qorumağımız falan vacibdir. A-da deyir ki, 8-də deyir ki, mətn əsasən nə haqqındadır? A-da heyvanlar üçün ərzaq, nə əlaqə? B-də təbiətin qorunması olar. C-də deyir ki, fabriklərdən olan çirklənmə, təkcə fabriklər çirkləndirmir. Deyinəcəyini yerə səhv yazıb, buradakı C-də bayaq deymiş. C-də deyir ki, təbii resurslar yox. Y-də deyir ki, sağlam mühit yoxdur, hələ yaratmaq istəyirlər. 9-cu sual. Hansı düzgündür? 1. Çirkli hava insanlar üçün çox zərərlidir. Bəli, bir olmayanları çıxardaq. D. B. Çıxdı.
2-də deyir ki, fabriklər mümkün qədər çox tikləndirməlidirlər. Much, çox. Az yazmalıydı, little yazmalıydı ki, düz olsun. 2-lər səhvdir. Deməli, C-də çıxdı. Qaldı A ilə Y. 3-də deyir ki, hər kəsin çirklənmiş havaya və qeyri-sağlam yeməyə ehtiyacı var. Bu düz ola bilər heç. Y getdi. 4-də isə deyir ki, tiklənmiş atmosfer və qeyri-sağlam ekosistem bizim gələcəyimiz üçün isn't good, yaxşı deyil. Cavab A. 10. İnsanlar ətraf mühiti qorumaq üçün nə etməlidirlər? A-da deyir ki, çoxlu fabrik tikməlidirlər. Bu qorumur mühiti. B-də deyir ki, onlar çoxlu maşın istehsal etməlidirlər. Qorumur mühiti. C-də deyir ki, ətraf mühitin qayğısına qalmalıdırlar. Bəli, C. 11. Əgər biz sağlam, deməli təmiz saxlasaq, ətraf mühitimizi zərərdən uzaq saxlasaq, davamını qururuq cümlənin. A-da deyir ki, daha yaxşı olacaq. Elə A-da da. Məsələn, B-də deyir ki, gələcəkdə daha pis olacaq. C-də deyir ki, təbii sərvətlər kifayət qədər olmayacaq. Belə məntiqsiz cavablar. Cavab A-dır. 12. Hansı fikirlər səhvdir? False. 1-də deyir ki, təbiətdə olan hər bir şey depend on each other, bir-birindən asılıdır. Bu düzdür. 2-də deyir ki, havanın çirklənməsi, ümumiyyətlə çirklənmə havanı, suyu və ekosistemi təmiz edir. Clean. Xeyr. 4 yazmalıydı. 1-i 2-dir. 3-də deyir çirklənmiş hava bəzi xəstəliklərə səbəb olur. Bəli, bayaq dediyim disease ilə illness sinonimdir. 4-də isə deyir ki, insanlar, heyvanlar, bitkilər unhealthy, qeyri-sağlam mühitdə survive, sağ qala bilər. Yox. Bu səhvdir. 1-i 2-dir səhv, 1-i 4. Qrammatik suallar 13. Every morning, hər səhər, indiki sadə zamanı zərfidir. İndiki sadə zamanda düzəlir. Feil üstəgəl S. Daha doğrusu boş feillə də düzəlir. Child tək isimdir deyə S artırıram. Cavab A. 14. Girls, qızlar, gördük ki, cəm isimdir. Usually, adətən, indiki sadə zamandır. İndiki sadə zamanda cəm isimdirsə S artırmırıq, boş feil olur. Yəni D. Where. 15-ci sual. Baxaq. This summer, bu yay. Yenə indiki sadə zamandır. İndiki sadə zamandırsa this part of the country. This summer indiki davam edici zamandır. Sorry. Bu yay. Yəni o davam eləyir də hələ ki. İndiki davam edici zamandır. Söz önü varsa cümlədə söz önündən əvvəlki ismə baxırdıq. Part tək isimdir. Get cəm xəbərdir. Çünki axırında S yoxdur. Have cəm xəbərdir. Will gələcək zamandır. Has got indiki sadə zamandır. Y variantında isə is getting indiki davam edici zamandır və tək xəbərdir. Y düz cavabdır. 16. Bu otağa getmə. Mən demişdim ki, əmr cümlələri varsa indiki davam edici zaman qoyuruq. İndiki davam edici zamanda hansıdır? Am, is, are, fail, ing. Yəni B. 17. My friend, mənim dostum, last week, keçən həftə. Yəni keçmiş sadə zaman. B indiki bitmişdi. C məchul növdür. Y indiki sadədir. Qaldı A ilə D. Keçmiş sadə zamandadır. Qaydasız feildir. Bought olur. By feili bought olur. İkinci tərəfdə var yet. Yet bitmiş zamanların zərfidir və inkarda sualda olur. A-nın ikinci tərəfi inkar deyil. Amma D-nın ikinci tərəfi inkardır. Cavab D. 18. Since var burada. Last year olmağına baxmayın. Last year boş olsaydı keçmiş sadə olardı. Since varsa deməli bizə bitmiş zaman lazımdır. Bitmiş zaman have və ya had. Have, has və ya had. Üstəgəl P2. B-də have var, P2 yoxdur. D-də have yoxdur, has yoxdur. C-də had var, P2 yoxdur. Qaldı A ilə Y. İndi cəm və tək ismə baxırıq. Learners, öyrənənlər, oxucular. Cəm isimdir. Deməli have. Cavab A. 19. Her child use. Burada biz mürəkkəb tamlıq axtarmalıyıq. Hardan bildim? Gördüm ki, feillərdə let var. Yox, elə zaman lazım imiş bizə. Use var. Use-la to-suzdur, let işlənər. Bütün variantlarda let var. Mübtədaya baxaq hələ. Mübtəda mazerdir, tək isimdir. Have cəm xəbərdir, mazerlə ola bilməz. 5-lər getdi. 3 dənə variantda 5 var. Görün, işimiz nə qədər asanlaşdı. A, B, Y getdi. Qaldı C ilə D. Hər ikisində onsuz da 1-4 var. Deməli 1-4 düzdür də. Baxaq, 1-də doesn't let var, tək xəbər, düz gəlir. 4-də let's var, tək xəbər, düz gəlir. Amma 2-də don't, cəm xəbərdir. 2 ola bilməz.
Qaldı bir dənə də 3. Deyərsiniz indi let-in axırında bəs niyə s yoxdur? Mazır təkdir axı. Ona görə s yoxdur ki, let burada keçmiş zamandır. Qaydasız feillərdə let, üçü də eynidir axı. Keçmiş zamanda da şəxs dəyişməsi yoxdur. Bu keçmiş zamanın letidir, yəni indiki zamanın leti deyil. 20-ci sual. Usually indiki sadə zamanın zərfidir. Boyda tək isimdir. Deməli, A cəm xəbərdir. C keçmiş zamandır. Y cəm xəbərdir. D gələcək zamandır. Cavab B. 21. Already bitmiş zamanın zərfidir. A indiki zamandır. B keçmiş zamandır. C indiki bitmiş olar. D indiki davam edicidə çıxartdıq. Y də indiki bitmişdi. Y olar. Niyə? Bura çatdıq, gördük bir dənə indiki bitmiş var. Sorğulayaq özümüzü. Polis cəm isimdir. Toplu isimdir. Polislər deməkdir. Həz olmaz, həv olar. Həz tək xəbərdir. 22. Since var, bitmiş zamanın olmasını bizə göstərir. A-da bitmiş yoxdur, B-də yoxdur, D-də, Y-də yoxdur. Bir dənə bitmiş vardır, o da C-dir. Bitmiş necə düzəlir? İndiki bitmiş have, has, P2. Keçmiş bitmiş had, P2. 23. Next year, gələn il. Gələcək zaman. A-da created keçmiş zamandır. B ola bilər, çünki to be going to ifadəsi gələcək zaman göstərirdi bizə. C indiki sadə zamandır. D-də are yazıb, burada mən yazıb təkdir. Y-də isə going-dan sonra to gəlməlidir. O ifadənin adı to be going to-dur. To be going deyil ki, to da olmalıdır. B düzdür. Elə bu qayda gələcək sadə zamanın içində var idi, keçmişdik. 24-cü sual. Sinonimin tapırıq. Realize, aydınlaşdırmaq, başa düşmək, understand də başa düşmək. D. 25. Antonimləri tapırıq. Birdə deyir private, gizli, public it's my, bəli, antonimdir. 2-də deyir found, əsasını qoymaq, accept, qəbul etmək. Nə əlaqə? 3-də deyir goal, məqsəd, nailiyyət, achievement də nailiyyət. Biri 3-dür. 4-də expert, mütəxəssis, alien, yadelli deyil. 5-də isə deyir, 3 olmaz. 3 antonim deyil, çaşdım. Sinonimdir. 5-də push, itələmək, pull, dartmaq. Bəli, 1, 5. Bu qədər. Suallarınızı verə bilərsiniz.